Keçən il martın 22-sində axşam çağı başıma çox qəribə bir əhvalat gəldi. Bütün günü şəhəri gəzib özümə otaq axtardım. Yaşadığım otaq çox rütubətli idi. Özüm də çox pis öskürməyə başlamışdım. Hələ lap payız girəndən başqa bir mənzilə köçmək istəyirdim, ancaq bunu uzada-uzada gətirib yaza çıxartdım. Bütün günü əməlli başlı bir otaq tapa bilmədim. Əvvəl budur ki, mənə ailə içində deyil, ayrıca bir otaq lazımdır. İkincisi də istəyirdim ki, bu otaq bircə dənə də olsa mütləq böyük olsun. Həm də məlum şeydir ki, mümkün qədər ucuz olsun. Hiss eləmişdim ki, darısqal otaqda hətta düşünmək üçün də darısqallıq olur. Yazacağım povestləri düşünərkən otaqda var-gəl eləməkdən həmişə xoşum gəlirdi. Yeri gəlmişkən bunu da deyim ki, mən həmişə yazmaq istədiyim əsərləri doğrudan da yazmağı deyil, onları necə yazacağımı düşünməyi və bu barədə xəyala dalmağı daha artıq xoşlayırdım. Bu da əlbəttə tənbəllikdən deyildi. Bəs nədəndir?